Allah elə proqramlaşdırıb, bizlərə elə həyat yoldaşı nəsib edir ki, bizim bütün zəif nöqtələrimizi güzgü kimi bizə göstərsin. Siz təsəvvür eləyin, milyonlarla ailələr var. Hamısında bu qayda var. Allah necə çatdırır bu qədər işi? Allah elə Allahdır da ona görə. Allahın hər işi hikmət əsasındadır. Hər bir həyat yoldaşının seçimi Allahın qəribə bir hikmət əsasındadır. Milyonlar içində səni bunu seçib. Sənə ən uyğunu budur. Uyğun o mənada yox ki, səndən rahat olacaq. Yox. Sənin bütün zəiflikləri ən gözəl göstərəcək xanım odur. Onun üçün də ən münasib kişi sənsən. Münasib bu anlamda deyirəm. Sənin zəiflikləri ancaq bu düzəldər. Onu sənə qismət eləyib. Onun zəifliklərini ancaq sən düzəldərsən, sən ona qismət eləyib. Ailə insanın özünün tərbiyə ocağıdır. Ailənin hər anı imtihandır. Ona görə narazılıq eləməsin. Dərhal başlayırlar şikayət eləmək ki, mən bilsəydim bundan evlənməzdim. Sən öz başına deyildin, sən narazılıq eləmə. Elə gözəl tənzimləyib onu tənzimləyən, onu seçib sənin üçün, bilirsiniz, səni bununla tərbiyə eləməlidir. Bunun zəiflikləri ilə. Adam var, görsən, çox həssaslı istixarə elətdirir. Ağlına bir adam kimi də istixarə elə. Görüm necə gəlir, bununla evlənim yoxsa yox. İstixarə eləyir, yaxşı gəlir. Məsələn, yaxşı gəlir, evlənir, qadın buna əziyyət verir. Deyir, nə oldu bəs bu istixarə? Yəqin ki, istixarə eləyən səhv eləyib. Səhv eləməyib istixarə eləyən. İstixarə eləyən düz eləyib, amma sən başa düş ki, sənə ən münasibi budur. Səni bu adam eləyəcək. Sadə dillə desək. Sənə beləsi lazımdır. Allahın məsləhəti buydu. Sən elə bir istixarə yaxşı gəlib, yəni keyfdə olacaq. Yox. İstixarə yaxşı gəlib, bu sənə münasibdir. Sən bununla ailə qurmalısan, bunun zəifliklərinə dözməklə inkişaf eləməlisən.